Mulla. Bura bax, sən hələ uşaqsan, mən qayda qanunu yaxşı bilirəm. Onlara ispravka lazımdır. İspravka var, deməli uşaqlar da var. İnanmayan da lap atasına lən. Yaxşı. Bəlkə, Davud, bəlkə yazaq ki, uşaqlar pilləkəndən yıxılıb əzilirlər. Yo, ölürlər yaxşıdır. Qoy gəlib bir əncam çəksinlər. Hada bu pilləkəni də burada rədd eləsinlər də. Yaxşı, nə deyirəm ki, özün bilərsən. Davud, sən hansı pilləkəni götürmək istəyirsən? Ada ayrısı var ki, bunu deyirəm də. Bəs Suğra xala hardan düşəcək? Qoca arvaddır, ildə bir dəfə aşağı düşür. Qoy o biri tərəfdən düşsün. Yox, Davud. Bax, bu olmadı. Mən belə ərzəni yaza bilmərəm. Necə yazmırsan? Yox. İki manatı bəri ötür görüm. Qulaq as da, Davud. Sən ki qayda qanunu yaxşı bilirsən. O 2 manatı mənə niyə vermişdin? Mən işə gecikməyim, düzdür? Düzdür. Ya, arabala sən, bu olmaz ki ya. Şu vaxtımı itirmişəm deməli, pul da mənimdir. Yavaş. 2 manatı bəri ver görün. Sənə deyirəm sənə. Qaçma! Bırax məni! Bırax sənə deyirəm, deyirəm mənim 2 manatımı versin! Ay Davud, uşaq zat döyürsən ki. Bilirsən ki, Muraddan pul almaq çətin işdir də. Arxayın ol, maaş alanda mən sənə qaytararam. Bura bax, qədəş, verəcəksən ha! Yoxsa onun qol qabırqasını sındıraram! Gör kimə baş qoşursan, nə işin var sənin bununla? Baxmaram ki, 10-cu sinifi qutarıb. Buna bax, mənə nömrə gəlir. Əlinə keçsən səni yaman əzişdirəcək ya. Əgər sən yaxın dostunu müdafiə etməyi bacarmırsansa, onda bir qəpiyə də dəyməzsən. O səni tutanda mən yanında olmayacağım axı. Narahat olma, Davudla mən özüm bacarıram. Mənə bax. Dünəndən bəri yadımdan çıxır səndən soruşum. Niyə sən razı olmadın ki, məni tabelçi vəzifəsinə təyin eləsinlər? Hörməti hörmət, pul da ki pul. Sən harda istəyirsən işləyə bilərsən. Tabelçi, uşaq bağçasında müəllim. Amma Allah xatirinə, mən işlədiyim tikintidə işləmə. Hara istəyirsən səni düzəldə bilərəm. Bax, bu dəqiqə fikirləş, özün həll elə. Tikinti. Elə bil babasının tikintisidir. Əzizim, beton elə töyməzlər. Özün tutmaz axı. Jalab lazımdır. Deyin gətirsinlər. Deyin gətirsinlər. Siz ona fikir verməyin. Belə hündürlükdən betonu elə jilobsuz da qoymaq olar. Eşidib ki, təzə gəlmişsiniz, o da Arif özünü göstərmək istəyir. Burada bizim bir böyüyümüz var, o da baş program, vəssalam. Bir o tərəfə baxın, görün betonu necə töküblər, pişmiş toyuğu gülmək.